nə qədər kiçikdirsə, onlar günlər içərisində, həftələr içərisində, böyük yaşlı uşaqlarda aylar içərisində bu şikayətlər artır. Çox vaxt bəzən valideyn bunun fərqində olmur. Xəstə koma halında təcili yardım maşını ilə xəstəxanaya müraciət edir. Əksər hallarda belə olur. Amma hər bir valideyn bilməlidir, xəbərdar olmalıdır. Uşaq atez altını isladırsa, hətta körpə uşaq, yəni çox gözlədiyindən daha çox sidqi çıxırsa, yaxud uşaqda çox ciddi bir yorğunluq, halsızlıq, səbəbsiz bir yorğunluq, halsızlıq varsa bu uşaqda, yəni tip 1 diabet böyüklərdəki kimi genetikadan o qədər də asılı deyil. Düzdür, bağlılıq var. Əgər ana tip 1 diabetdirsə, uşağın tip 1 diabet olma ehtimalı 1%, ata tip 1 diabetsə 6%. Keçən verilişimizdə qeyd etmişdim, diabet genləri daha çox ata genlərindən alınır. Bu düzdür, tam mübahisəli məsələlər olsa da, yəni ata genindən asılı olduğu üçün daha çox 6%, anada 2%. Əgər hər ikisi diabetlidirsə, tip 1 diabet olmağı 20-30%-ə qədərdir. Ehtimal yüksəlir. Tip 2 diabetdir, böyük yaşlara daha çox genetikadan asılıdır. Yəni hər bir uşağımız, hər bir uşaq tip 1 diabet ola bilər. Bu risk vardır uşaqlarda. Bu adətən virus infeksiyalarından sonra uşağın müəyyən keçiş dönəmləri var. Misal üçün 6-7 yaşlar çox riskli dönəmlərdir diabet üçün, hansı ki məktəbə gedəcək dövrlərdə. Bir də 11-12 yaşlarında hansı ki uşaq yetişkənlik girir, cinsi hormonlar belə dövrəyə qarışır. Bunlar insulin nəticəsi olduğu üçün bu işi biraz stimülə edə bilər, artıra bilər. Yəni bu yaş dönəmlərində xüsusən həssas olmaq lazımdır. Uşağın çox sidqə çıxması, belə deyim, iştahı artmış, amma arıqlama gedirsə, yəni koma halını gözləmədən valideyn yaxınlıqda poliklinikada bir qan şəkərinə baxdıra bilər. Yəni uşaqlar üçün tip 1 diabet çox risklidir, həyati əhəmiyyət daşıyır. Vaxtında yardım göstərilməzsə, yəni həyatın itirilməsinin hətta səbəb ola bilər. Bu cəhət